Esselamu Aleyküm ve Rahmetullah Barakat değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük değerli izleyiciler. İnşallah bugün ben size nəticəni diyeceğim. Değerli izleyiciler, deməli Allah həmd olsun. İnkubatora 64 yumurta yerleştirdik ve 64 yumurtadan 59 yumurtadan cücə çıxdı. 5 tane yumurta tam mayalanmamış idi. Mənim dəyərli izləyicilər, inkubatorda bir səhvə yol verdim. İnşallah onu da sizə göstərəcəm. Fikir versəniz, burada ara var. Bu ara. Bu aranı mən vaxtında bağlamadım. Cücələr də inkubatordan çıxanda, yumurtadan çıxanda daha doğrusu oradan yerə düşüb və biri bu aradan içəri düşüb, ventilator onu əzib ölmüşdü. Və bir cücə də bir neçə gündən sonra yəni o da öldü. İnşallah çox güman ki o çox zəif idi. Dəyərli izləyicilər, mən bir-iki şey var ki sizə inşallah izah edeyim. Dəyərli izləyicilər, inşallah mənim videolarımı siz izlədiniz. Gördünüz ki, əvvəl gündən necə baxdım. Yaxşı olardı ki, dəyərli izləyicilər, 07-08 belə setkanın deşikləri 07-08 olduqda onda yaxşı üstündə gezirlər və cücələr dirsəklər oraya keçib ilişmirlər. Yəni ilk gündən. Yəni, parça da o qədər yəni əlverişlidir. Apılka da gördüyünüz kimi yem qabının içine çox düşür, su qabının içine çox düşür və tez-tez təmizləmək lazımdır. İşığın da dəyərli izləyicilər, işığın da ən salamat odur ki, belə el arasında termostat deyirlər. Cürbəcür adlar var, amma mən termostatdır. Ondan lampiçkaları qoşursunuz. İstili yüksələndə aşağı salır, yəni sönür. Aşağı düşəndə də təzədən lampiçkanı yandırır. Bu ən gözəli budur dəyərli izləyicilər. Setka dedim ki ən yaxşıdır. İnşallah gördüyünüz kimi təxminən 8 günlükdür cücələrimiz. Hər şey salamatdır dəyərli izləyicilər. İnkubator dəyərli izləyicilər. Əgər mənim inkubatorumu işlədirsinizsə, gələcəkdə işlədəcəksinizsə, yəni onu yumurta qoymamış qaba inkubatora 2 saat azdır. 5-6 saat işləsin, tam nəmişlik biləndən sonra siz oraya yumurtayı yerləşdirin Allahın izniyle.